Salam, xoş gördük hər birinizi. Bu həftənin seçilən sualı hansı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir olub? Cavabı təqdim edirik. Məşğul haqqında qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə, əmək pensiyaları haqqında və ya sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda, vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz, itkin düşmüş və ya ölmüş elan edildikdə, təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda, işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə, ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda.